Hər vaxtınız xeyirli olsun. Əziz izləyicilərimiz, hər birinizi xoş gördük. Best FM radiosu olaraq sizlərə müraciət edirəm. Bilirsiniz ki, hər telekanalda şəhidlərimizə aid verilişlər çox az hallarda olar. Radiolarda az hallarda verilişlər gedər. Best FM radiosu şəhidlər üçün, qazilər üçün sosial verilişlər yayımlanır buradan. Mən nəyə kədərlənirəm? Bilirsiniz ki, 44 gün müharibəni biz necə əldə etdik? Cənab Prezidentimizin yumruğu ilə, Allah rəhmət eləsin şəhidlərimizə, şəhidlərimizin qanı ilə, qazilərimizin gücü ilə biz bu torpaqları əldə etdik. Bizdə veriliş yayımlanır, şəhidlərə aid bir verilişdir. Əlbəttə ki, hər bir şəhidin anası bizim studiyamızda oturur, öz ürək sözlərini paylaşır sizinlə, bizimlə. Amma baxırıq ki, yayımda çox az adamlar var. Sizi qınamıram. Çox kədərlənirəm, çox üzülürəm. Axı burada oturan şəhidimizin anasıdır. Burada oturanlar qazilərimizdir, mənim əzizlərim. Amma üzr istəyirəm, açıq-saçıq verilişlər olanda gedirsiniz, millət daşır ora, hədiyyələr, etikadan kənar hərəkətlər, ağızlarına gələni danışırlar. İnsanlar orada partlayış edir. Sizin hədiyyənizə gərək yoxdur. Heç olmasa bir şəhid danışanda, bir şəhidin anası danışanda onlara dəyər vermək lazımdır. Onlarla bölüşmək lazımdır. Onlara hörmət bəsləmək lazımdır. Amma baxıram ki, yox, tərsinədir. Bizdə əlbəttə ki, televiziyalarımızda maarifləndirici verilişlər qətiyyən yoxdur. Qətiyyən. Sabahlarım, bizim yeniyetmələrimiz, bizim gələcək övladlarımız hansı tarixdən danışa biləcəklər? Hansı sənətkardan danışacaqlar? Hansı imzadan danışacaqlar? TikTokda açıq, layihəli verilişlərdən mi danışacaqlar? Tərbiyəsizlərdən mi danışacaq bizim gələcəyimiz? Çox təəssüflər olsun. Çox təəssüflər olsun ki, ölkəmizdə günü-gündən vəziyyət pisləşir. Sosial şəbəkələrə daxil olursan, utandırıcı verilişlər, gedib elə insanlara hədiyyələr atırsınız ki, elə insanlar dəyərləndirirsiniz ki, çox yazığım gəlir, çox əfsuslar olsun. Gedin elə bir insanlara hədiyyə atın ki, qazilərimiz var, şəhid analarımız var, onlara dəyər verin, onlara dəstək olun. Amma gedib açıq-saçıq insanlara dəstək olursunuz, ağzına gələni danışır, bilmir nə danışır, onlara hörmət edirsiniz, onları yüksəldirsiniz. Çox təəssüflər olsun deyirəm sizə. Ümidvaram ki, mənim bu çıxışımdan sonra hər kəs düşünər, qərar verər ki, düz yolu seçmək lazımdır. Mənim əzizlərim, şəhid analarımıza qiymət verəyin. Heç olmasa bizdə bu verilişlər gedəndə onların dərdinə şərik olağın, onlarla bölüşəyin. Gəlin, birlikdə güclü olağın. Təşəkkür edirəm.